Mən Yusuf Əlizadə, Development Mühəndisliyi Akademiyasında proqramçı mühəndis və təlimçi olaraq çalışıram. Mən Aqil Əzizov, Development Mühəndisliyi Akademiyasının 2024-cü il Java qrupunun məzunuyam. Hal-hazırda Development Kids-də instruktor olaraq çalışıram. Yusuf müəllim, günü-gündən yeni proqramlaşdırma dilləri və yeni texnologiyalarla üzləşirik. Sizcə Java hələ də bu dövrdə aktual bir dildirmi? Java təbii ki, çox köhnə dillərdən biridir. Belə bir məsələlər ortaya çıxdı ki, yeni dillər çıxdığı zaman köhnə dillər, həmçinin Java bu kimi dillərdən biridir ki, aktuallığını itirəcək. Mənim proqramlaşdırmaya başladığım illərdən bəri də bu şəkildə davam edir. Hazırki dövrdə də biz görə bilirik ki, proqramlaşma dünyasında, dünyada lider olan şirkətlər Java proqramlaşma dilini daimi istifadə edirlər. Yəni bu yerli və xarici bazarlarda da bu şəkildədir. Bəs sən proqramlaşdırmada Java üzrə təlim almış və bu sahədə işləyən biri kimi bu haqqda nə deyə bilərsən? Məncə də hələ də aktualdır. Çünki Azərbaycanda məsələn götürə də bilərik bunu. Böyük bir bank sistemləri olsun, müxtəlif cür veb layihələr olsun, həmçində Java özdə game development-də də istifadə edildiyindən hələ də aktual olduğunu düşünürəm. Və sizcə Yusuf müəllim, tələbə Java-nın təməllərini öyrənəndən sonra inkişaf üçün hansı digər texnologiyaları öyrənməlidir? Java-nın təməllərini bitirdikdən sonra artıq tələbə Java-nın digər üst səviyyə texnologiyalarına istiqamətlənə bilər. Məsələn, mobil proqramlaşdırmaya istiqamətlənə bilər. Əgər telefon, mobil proqramlar yazmaq istəyirsə, server texnologiyaları istiqamətində gedirsə, məsəl üçün Spring, Hibernate kimi texnologiyalar istiqamətində gedə bilər.